Nəzərə al ki, bir il bu aydan çox asılıdır. Bax, onun təhsilin ilinin başlanğıc ayı var da, düzdür. Təhsil ilinin başlanğıc ayı bəlli. Ya məsələn, tutaq ki, biraz qış geyimlərinin gətirir bir nəfər, ticarət edir. Onun bir başladığı ay var da. Bəs ibadət ilinin başlanğıc ayı hansıdır? Mələkə Təbrizi deyir, əxlaq ustadlarından da deyir ki, başlanğıc ay, mənəviyyat ilinin başlanğıc ayı Ramazan ayıdır. Bu bir il bu aydan çox asılıdır. Bu bir il mühüm enerjisini bu bir aydan alır. Təkcə bu ay deyil, 10 gün özü Məhərrəm, Həzrət Fatimənin günləri. Bu bir il mühüm enerjisini bu bir aydan alır. Epicentrdə Qədr gecəsidir. Təsəvvürsüz də bir ayın da nöqtəsi Qədirdir. Yaxşı. Bu ay biz neynirik? İstəyirik təqva ruhiyyəsini əldə eləyək. Bəsirətli olaq, iradəli olaq, möhkəm olaq, nəfsimizə hakim çıxaq, süst olmayaq. Yaxşı. Bunun üçün nə etməliyik? 2 dənə çeşmədən qidalanmalıyıq. 1. Məşq, səy, çalışmaq. Buna Ramazan ayının orucu bizə bəxş edir. Özü davamlı. Bir ay oruç tuturuq. Bu məsələnin praktik tərəfi. Oruç tuturuq, zikr eləyirik, subhanallah deyirik, namazlar qılırıq və s. Yaxşı, indi və-vələrin yerini doldurun da. Çox gözəl. Amma ikinci tərəf qaldı, məarif çeşməsi. Müəyyən bilgilər var ki, onlara yiyələnməliyik. Bu ayı səfərbər eləyim o bilgiləri yiyələnməyə. Kömək eləyə bilirəm sizə inşallah. Nədir o bilgilər? 6 dənə məarifdir. 6 dənə məarifdir. Ki, o məarifə yiyələnməliyik. O məarif üstə gəlir Ramazan ayının orucu, təqva halətini yaradacaq bizdə inşallah. Yaxşı. O məariflər hansılardır? 1. İlk məarif. Hansı məarifdir? Allah şünaslıq. Allahla bağlı məlumat əldə eləmək. Allahı yalnız xaliq kimi tanımamaq. Allah xaliqdir, bitdi o. Baxın, bilgilər nə qədər çoxalır, duyğular da dəyişilir. Baş dəyişilməsə, qəlb dəyişilməz. Məlumatlara baxır. Məlumatların hansı istiqamətdədir? Məlumatlar məhəbbətə təsirini göstərir. Zehin duyğularına təsirini göstərə bilir. Misal çəkim. Məsələn, bir nəfər gəlir, bir nəfər deyir, filan kızı tanıyırsan? Deyir, yox. Kimdir ki? Çox elmlidir. Hə? Bəli. Həm də xeyrxaxdır ya. Doğrudan. Hə, xeyrxax adamdır. Bir də çox diqqət eləmişəm, ona təvazökardır. Nə danışırsan? Deyir, valla. Özü çox güclü, nüfuzlu, qüdrətli insandır ya. Təvazusu zəiflikdən qaynaqlanmır. Amma o qədər təvazökardır. Nə yaxşı belə insanlar var, deyir. Yerə yıxılanı baltalamaz. Məzlumun əlindən tutub qaldırar. Nə qəşəng. Harada yaşayır o? Şey versən, hərəkətə gəlir. Harada yaşayır o? Filan yerdə. Adamla da görüşündə elə görüşür, sanki gəlib illərdir səni tanıyır. Sənlə o necə görüşə bilərik biz? Görün, harada gəldik. Bilgilər çoxaldıqca halət dəyişildi. Necə görüşə bilərik ondan? Deyir, o gələk xəbər göndərək inşallah. Elə ki, görüş baş tutdu, məhəbbət biraz da artdı. Biraz da yaxından tanıdı. Allahı tanımaq. Quran-ı Kərimin ayələrinə müraciət eləyin. Quran-ı Kərimin ayələrinə müraciət eləyin. Görəcəksiniz ki, Quran Allahı bizə necə tanıtdırır. Adam get-gedə o Allaha olan eşqi artır. Quran deyir ki, əqrabu ileyhi min həblil vərid. Nəinki sənə yalnız xaliqindir, sənə şah damarından da yaxındır. Yəni, çox yaxındır da sənə. Yaxınlarından da yaxındır. Uzaqlardan da yaxındır. Ey, çox yaxındır. Hətta bir dənə söz deyim sənə, buyur. Yəhulu beynəl mər'i və qalbi. Sənə özündən də yaxındır. Doğrudan, bəli, sənə özündən də yaxındır. Yəni, özündən qəlbə keçən yol Allahdan keçir.
Özü tapmaq istəyirsənsə yolu Allahdan keçir. Yəni səni səndən daha çox tanıyır, səni özündən də çox sevir. O belə. Bu istiqamətdə. Əfuvdur, səttardır, filan. Get-gedə Əsmaullahla tanış olursan, bu məarif. Bu təqvanı yaratmağa başlayır. Amma bu birinci məarifdir. Onu unutsan, Allah deyir, özünü unudarsan. وَلَا تَكُونُ كَالَّذ۪ينَ نَسُوا اللّٰهِ فَاَنْسَاهُمْ أَنْفُسَهُمْ Allahı unutmayın. Bədəli budur ki, özünüzü unudarsınız. Çünki Allah sənə daha yaxındır. Yaxını görmürsən, uzağı görməyəcəksən. Yaxına qafil olsan, ondan uzağa da qafil olacaqsan. Bir adam öz evindəkinə rəhm eləmir, çöldəkinə necə rəhm eləyəcək? Yaxınına rəhm eləməyən uzağa heç rəhm eləməz. Özündən daha yaxın olanı görməyən bəşər özünü heç görməz. Özünü unutsan, Allah unudarsan. Mən qısa deyirəm. İnşallah Ramazan ayında biraz fürsət ayırın. Vaxt ayırın Allahı tanımaqla bağlı. Xütbələr də var, kitabları da müraciət edin. Bu ayı keçirdim belə. Bu ayı belə keçirdə biz. Qədrə qədər bu dediklərimə əməl eləyin, qədrə qədər. O qədri başqa cür yaşayacaqsınız. Həqiqətən deyirəm. Səmimi söz deyirəm sizə, Allah da şahiddir. Bu maariflər ki, sizə deyirəm, başlayın bunları qədrə qədər biraz vərəqləməyə kitabları, biraz xütbələrə dinləyin, bu istiqamətdə olan. Değişiləcəksiniz. Qədirdə tam elə bil ruh hazır olaraq gəlib oturacaq Allahın huzurunda. Onda qəbul edin Allahın rəhmətini. Bir, Allahşünaslıq məarifidir. İki, insanşünaslıqdır. Özünü tanı. Mən kiməm? Nə qəşəng? Mən kiməm? Quranın müraciəti ilə Quran deyir, Ləqəd kərrəmna bəni Adəm. Biz Adəm övladını, bəşəri çox kəramətli yaratmışıq. Çox ehtiramlı varlıqsan, çox hörmətli varlıqsan. Niyə? Başqa ayələr izah verir. Və nəfsin və mə səvvəhə. Ruhu münasib və taraz yaratmışam mən sənin. Fəəlhəməhə fucuraha və təqvaha. Yəni ruhva nuraniyyət vermişəm. Nə mənada? Yəni sənə çıraq vermişəm, fanar vermişəm. Yolu, dərəni, quyunu, uçurumu görə bilirsən. Qaranlıqda maşın geri işıqlar da işləmir. Bunu düşür dərəyə, düşür uçuruma. Görmür axı yolu. Yolu görmək çox mühümdür. Allah deyir sənə elə bir neymət bəxş eləmişəm, çıraq vermişəm ruhuva. Fəəlhəməhə fucuraha və təqvaha. Səhvlə düzü görən göz, haqla batili görən göz. Amma deyib bir də müğayət ol, günahla həmən nuru söndürmə. Çırağın üstünə parça atma. Əksinə, salih əməllərlə nuru artır. Adam görərsən, məsələn, əlindəki fanar 1 metri göstərir. Biraz daha yaxşısı olsa 5 metri göstərir. Günəş əməlli başlı işıq saçır. Aydındır. Allah bir nuraniyyət bəxş edib sənə. Ona görə Ləqəd kərrəmna bəni Adəm. Bu nuraniyyəti söndürə də bilərik, üstünə parça da ata bilərik, toz torpaqla örtə də bilərik, bu nuraniyyəti artıra da bilərik. O şamı çırağı günəşə də çevirə bilərik. Salih əməllərlə, yaxşı əməllərlə, dürüst istifadə eləməklə, o nuraniyyətindən. Üstə gəl, bir pilləyə yetişə bilərik ki, fəhvə alə nurin olarıq. Nə mənada? Nəinki öz çırağımızı söndürməliyik. Başqalarının da çıraqlarını söndürməsinə imkan verməliyik. Onları da diri saxlayarıq. Onları da nurani saxlayarıq. Ev əhlini, çölü, dostu, qonşunu, gəldin insanları, ətrafı qoymursan olan da çırağı sönsün. Onların nuru sönsün. Fəhvə ələ nurin olursan. Bu mümkündür, mümkündür. İkinci məsələ budur. İnsanşünaslıq. Quran-ı Kərimi bu gözdən necə keçirdə bilərsiniz? İnsan kimdir? İnsan özünü tanısın, özünün həqiqətinə varsın. Yaxşı. Bu ikinci maarifdir, ikinci məlumatdır. Üçüncüsü nədir? Altdan demişəm axı. Üçüncü şeytanşünaslıqdır. Şeytanı tanımaq. Çox mühüm maariflərdən biridir. Çox mühümdür. Tanıyanda görsün ki, əduvv mubindir. Aşkar düşməndir. Nə olacaq ki? Biləcəksən ki, düşmənlisən.
Öz elə bir düşmən ki, qanlı bıçaqdır sənin. Pis tərəfi də budur ki, mərd mübarizə aparmır. Düşmənlisin. Qansız düşməndir, üzr istəyirəm bu ifadəyə görə. Çünki o başına nə gəlibsə sənə görə gəlib. Öz vəzifəsindən sənə görə kənarlaşdırılıb. Gül kimi oturmuşdu mələklərin yanında, sən gəldin aləmi qatdın deyib bir-birinə. Mənə düşürtdün hardan ara. Böyük-böyük gezirdim onların yanında, kiçik ola-ola. Onlar da bilmirdilər. Adəm gəldi, itdi hər şeyim. Sənə görə qovulmuşam. Adəm cənnətdən enib, şeytan qovulub. Adəm qovulmayıb. Bu öz bir mövzu. Sənə görə mən bu günləri yaşayıram. Səndə acıq çıxmasa məl çəkəndir. Onlar mən deyər, bəzi adamlar olur, mən qisas alacam. Bu şeytan qisas almaq istəyir. Çox namərd düşməndir. Adam düşmənli olsa necə gezir? Bayra çıxan özü sağa baxırsan, sola baxırsan, ehtiyatlısan, bir an qəflət eləmirsən. Çünki adətən elə insanlar qəflət edəndə vurulur. Bir an qəflət eləmirsən. Düşmənlik, bəşər düşmənlidir. Belə tanımaq. Əmirül-Möminin yaxşı sözü var, sən yat sonunda onlar yatmaz. Ləəqudənnə siratəkəl müstəqim. Özdə deyir, şeytan deyir, siratəl müstəqimdə oturacam. Siratəl müstəqimdə oturacam, nə mənada? Yəni, mənası birisi nədir? Bir var, əyri yolda otursun. Əyri yolda otursa, yalnız əyriliyə dəvət edir. Pisə dəvət edir, batılə dəvət edir. Düz yolda otur, bu. Bunun iki dənə ziyanı var. Bir əyriyə dəvət edir, batılə dəvət, bir də qoymur haqqı gedəsən. Siratda oturub bu. Düz yolda. Haqqı gedənlərə də manidir. Haqqı gedənlərə imkan da vermir getsin. Üstəgəl pisə dəvət edir. Həm yaxşının qabağını alır, həm pisə dəvət edir. Bax, belə bir dənə məxluqla üzbözük. O insanlardan da ola bilər, cinlərdən də ola bilər. Quran nə deyir? Quran şeytandan danışana deyir, 4 tərəfdən hücum edir. Bunu bir dəfə izah vermişəm, başqa cür, indi bir dənə fərqli izah verim sizə. Deyir, 4 tərəfdən hücum edir, sağdan hücum edir. Sağ nədir? Yaxşı əməllərin təqdim olunduğu tərəf. Yəni, neyinir? Yaxşı əməllərimizə öz rəngini qatmaq istəyir. Sədəqəyə minnət, elmə təkəbbür, ibadətə ücüb, özündən razılıq. Fikir ver, sədəqə yaxşıdır, ibadət yaxşıdır, üstəgəl elm də yaxşıdır. Amma nə qatdı ona? Öz rəngini, minnət rəngi, təkəbbür rəngi. Özündən razılıq rəngi. Yaxşı əməllərimizə belə hücum edir. Sağdan hücumun mənası bu. Soldan hücumun mənası nədir? Günahı zinətləndirir. Məhəbbət yaradır günaha qarşı. Sonra get-gedə təbliğ edir. Bu sənin xeyrivədir. Eləməsən olmaz. Bəzi vaxtlar mən eşitmişəm, hicabı tərk edən xanımlar deyir, bu mənim olmasa xeyrimədir. Şeytan vəsvəsə edir oradan, buradan. Filan imza, uğurlara belə imza ataram, onu atır. Nəsə, keçək. Öndən hücum eləyərəm, yəni nə? Ön, yəni qabaq, gələcək, yəni ölüm, qiyamət, hesab, kitab, məad, hamısını unudur insan. Peyğəmbərin qəşəng hədisi var, deyir, bəzi insanlar elə yaşayır ki, sanki ölüm başqasına yazılıb, buna yox. Fikir vermiş yas məclislərində. Gülür, maşallah. Unudub ki, yasa gəlib, ha. Heç düşünmür ki, mənə də yasma gələcəklər. Bu elə bilir ki, ölüm bu ölən üçün idi. Buna aid deyil. Bu gəlib bu ölənin yaxınlarına başsağlığı versin. Bitdi, bu ölməyəcək amma. Yaşayışı onu deyir. Peyğəmbər deyir, bəzi insanlar belə yaşayır. Sanki ölüm başqalarına yazılıb, buna yazılmayıb. Şeytan belə qafil edir insan. Ön budur. Arxa nədir? Arxadan hücum, yəni keçmiş, məbdə. Keçmişi unutdurur. Allahı unutdurur. Bir vaxt uşaq idin, böyümüsən. Unudur bunun üzərində olan haqları. Kimlər bunu əlindən tutub bura qədər gətirib, ola unudur. O keçmişi unudur. Rəbbi unudur. Bax, belə hücum edir. 3-cü maarif şeytanşünaslıq. 4-cü maarif nəfsi tanımaq. Nəfs haqqında düşünün. Bu nəfs nə nəfsdir? Nəfs, nəfs, nəfs. Allah. Biz yalnız ağıl, vicdan, qəlb, fitrətdən ibarət deyilik. Bizim nəfsimiz də var. Var, hamımız yüzsüz var. Ya yoxdur ki, nəfsimiz var bizim. Nəfsi anlamaq üzrə Adəmin dastanına bir dənə müraciət edək.
qısa izah verim. Adəm hardaydı? Hələ yerdə olmadığı təqdirdə, deyirlər cənnətdə idi. O sonra bəşəriyyətin gedəcəyi cənnət deyil. Oradan çıxış yoxdur. 1. Orada şeytan yoxdur. 2. Orada şeytan vəsvəsə ola bilməz. 3. O cənnət necə bir yer idi? Dünya deyildi. Başqa bir aləm idi. Orada Adəm təlim kursunda idi. Təlim kursunda idi. Allah ona bir neçə şey təlim eləyirdi. Bir, sən insansan. Mələikə deyirdi, bu qan tökəndir. Şeytan deyirdi, bu torpaqdır. Allah dedi, yox, bu xəlifədir. Mənim xəlifəmdir yer üzündə. Yeganə xəlifəm olmağa layiq olan məxluq bu insandır. Şeytan dedi, torpaqdır. Mələikə dedi, qan tökəndir. Allah dedi, xəlifətullahdır. İnni cailun fil ardı xəlifə. Mən yer üzündə xəlifətullah yaradıram. Canişin yaradıram, canişinmi. Bu bir təlim idi, Allah verdi orada, təlim kursunda Adəmə. Adəmin timsalında bəşəriyyətə. Amma dedi ki, Adəm, sən xəlifətullah ola bilərsən, ha? Potensial olaraq səndə var. Hamı xəlifətullah olmayacaq. Əlləmə Adəm əl-əsma kullaha. Adlarımı da sənə öyrədirəm. İstəsən, buyur, bismillah, hərəkət elə, gəl ol xəlifətullah. Allahın xəlifəsi, canişini. Sən də bir şey ol, olsun. Sən də istə, verilsin. Sən də müstəcə bu dəva ol, əlvi qaldır, aləmi titrət. İstəyirsən bunu? Potensial olaraq sənə verdim. Sən xəlifə ola bilərsən. Canişinim ola bilərsən yer üzündə. Sən nəinki özvü hidayətin üçün, bəşəriyyətin hidayətin üçün çalışa bilərsən. Nur ola bilərsən, çıraq ola bilərsən, səfinə ola bilərsən, yol ola bilərsən, bəşəriyyətə apara bilərsən. 3-cü təlim kursunda. Dostlarını tanı. Sənin dostların var. Kimdir ya Rəbbəl aləmin? Uscudu li Adəm fəsəcədu. Adəmə səcdə eləyin. Mələklər elədi. Sənin dostların mələklərdir. Mələk sifət insanlardır. Yəni, bəşəriyyətə xeyir verən insanlardır sənin dostların. Dostlarını tanıdın? Hə, tanıdım. Adəm, düşmənvi də tanıya. Kimdir? Əba və istəkbər şeytan. Şeytan sifət insanlar. Şeytan pərəst insanlar. Onlar sənin düşmənindir. Amma təkcə sənin düşmənin şeytan deyil, həm də nəfsdir. 2 dənə düşmənin var. Biri şeytandır, biri nəfsdir. Biri xarici düşməndir, biri daxili düşməndir. Biri şeytandır, vəsvəsə edir, o biri nəfsdir. Məsələn, tamahı var. Adəmə oradan yaxınlaşdı, tamahdan. Tamahdan yaxınlaşdı. Adəm, bil, sənin düşmənlərin var. Bu təlim kursunda sənə 4-cü deyəcəyim məsələ budur. Sənin düşmənlərin var. Və la təqrəbə hazihi şəcərə. Yaxınlaşmayın ağaca tərəf. Tamah içərdən deyəcək, yaxınlaş. Şeytan çöldən deyəcək, gəl. Nə içmin səsinə qulaq as, o nəfsin səsinə. O nə çöldən gələn vəsvəsəni dinlə. Ziyan çəkərsən. Çünki bəşər bu 2 yerdən yıxılıb. Biri nəfs, biri şeytan. Biri daxili düşmən, biri xarici düşmən. Daxili düşməndə xarici düşmən işləyir. Casusdur sanki. İnsan içində. Şeytan işləyir. Bu 4-cü təlim idi. Allah etdi Adəmə təlim kursunda. 5-ci təlim nə idi? O da budur Adəm. İnsan yıxılsa qalxa bilər yerdən. Necə qalxa bilər? Fətələqqa Adəm min Rəbbihi kəlimat fətabə aleyh. Müəyyən kəlmələr var idi, öyrəndi, sonra tövbə elədi. Adəm, bu təlim kursunda deyəcəyim söz də budur. Ümidsizləşmə, məyus olma, yıxılmısansa qalxa bilərsən. Nə qəşəng təlimdir bu təlim. Ora şəriət aləmi deyildi, orada günah yox idi. Bir nəfər gedir maşın üçün vəsiqə almağa, düzdür? Orada gəlir, oxuyur, öyrənir, ondan sonra başlayır sürməyə orada. Bir mərhələdə başlayır sürməyə. Orada səhv eləyəndə bal yazmırlar vəsiqəyə. Orada deyirlər, bax, səhv elədi, nə olmaz bu. Balı nə zaman verirlər? Yazırlar. Vəsiqəni əlinə verəndən sonra. Allah o yerdə, həmən təlim kursunda bir vəsiqəni verdi, dedi, indi düş yerə. Düş yerə, bundan sonra neynəsən orada yazılacaq. Ya bal, ya səhvlərin. Orada şəriət aləmdəydik. Adəm günah eləmədi orada. Allah Adəmin timsalında bəşəriyyətə təlim keçdi. Bir səhnə açdı, cəmaatı yığdı bəşəriyyəti o səhnənin qabağına. Bəşəriyyət gəlin, 4 dənə sizə mühüm deyəcəyim var. Bax, 5 dənə deyəcəyim var sizə. Mühümdür özdə bunlar. Bunları bilin, ondan sonra gedin yaşayın. Deməli, bir təlim də nədir? Bir mövzu da nədir? Bir məarif də nədir? İnsan nəfsi anlaya. Gedin nəfslə haqqında başlayın mütaliə eləməyə. Nəfs neynir, nə istəyir, necə aldadır?
Bunlar mən bu gün ona görə demək bir 10 cümlədən aşardım sizə valla. Qısa deyirəm, keçirəm. 4 oldu nəfsşünaslıq. 5 nədir? Dünyanı tanıyın. Dünyaya bir dənə tərif deyirəm Qurandan sizə. Zəhrətəl həyatı dünya. Dünya zəhrədir. Zəhrə. Zəhrə nəyə deyirlər bilirsiniz? Ağac nəzərə alın, meyvə verməmişdən qabaq birinci tumurcuqlayır, sonra gül açır. O halətə deyirlər zəhrə. Yaxşı, o tumurcuğa, o çiçəklənməyə deyirlər zəhrə. Fikir vermişsiniz, dağda bəzi vaxtlar küncdə bucaqda bitən ağaclar olur. Tumurcuqlayır, çiçəkləyir, amma payız gəlir, tumurcuq tökülür, çiçək tökülür, meyvəyə çevrilir. Payız gələn kimi o çiçəklər, o tumurcuqlar tökülməyə başlayır. Olmadı meyvə. Bəzi dağlarda onu görmüyorlar. Dünya da Allah deyib belədir ya. İnsan gəlir bir yerə yetişir, ömrünü xərcləyir, bütün dünyaya sərf edir, bütün sərmayəsini dünyaya yatırdır. Sanki silsin daha yetişdi, az qaldı. Allah deyir, yox, vaxtın yetişdi, əcəl yetişdi, meyvə yetişmədi. Tumurcuq halında qaldı, çiçəkləndi, meyvə olmadı. Hələ indi istəyirdin ki, bir yaxşıca uzanıb deyəsən, ay şükür Allaha. Deyirlər, yan bir dəqiqə, nə şükür Allaha. Əcəlin yetişdi, meyvə yetişmədi. Dünya axırı budur. Zəhrətəl həyatı dünya. Zəhrətəl həyatı dünya. Zəhrədir. Ən çoxu tumurcuqdur. Çiçəklənir. Meyvə olmur da. Ölüm payızı gəlir, insan aparır. Dünya tumurcuqlanır, çiçəklənir, meyvə ola bilmir. Bəşər təəssüf olsun ki, ömrünü həmən dünya ağacına həsr edir, xərcləyir. Ömrünü hey bağbanlıq edir, o ağaca qulluq eləməkdə. Belliyir, buduyur, su tökür, hey. Ömrünü dünya ağacına xidmət eləməkdə keçirdir. Elə bir pillə qalır ki, meyvə olsun, elə o an deyirlər ki, getməlisən. Hara getməliyəm? Başqa yerə getməlisən. Sən bura üçün yaranmamışdın. Bir dənə imkan verin, ömrüm buna həsr eləmişəm. Yox, nə imkan? Orada da başıva dönüm, qurban olum, keçmir ha. Burada indi bir təhər birimizi yola veririk, sən qurban olaram. 5 dəqiqə gecikirəm, gözlə məni. Orada elə şey yoxdur. 5 dəqiqə, yox, nə 5 dəqiqə, dur, gəl bura. 5 dəqiqə. Orada qurban olumla keçmir, sağlığımıza. Heç imkan vermirlər qurban olum da deyəsən. Heç imkan vermirlər, gözü bağlısın. Bəzi adamlar görmürsünüz ölür, göz açıq ölür. Deyirlər, ha, doymadı, getdi dünyanı. Heç görə bildi ki, dünyanı ki, doymasın da getsin. Gözü açıq ona görə ölür ki, əcəl mələyi imkan vermir ki, gözünü qırpsın. Yetişdi əcəlün, bəşər. Gəl getdik. Axı, mən ömrümü buna xərcləmişdim. Sən demişdik xərcləmədə. Bizdə niyə günah axtarsan? Bu 5-ci məsələ, 6-cı məarifdə günahdır. Günahşünaslıq. Günah nədir? Günah zəhərdir. Günah ruhun çirkidir. Haqqı görməyə imkan vermir. Günah insanın mənəvi halətini pozur. Gedin bu yöndə başlayın günah haqqında araşdırmağa. 6 dənə məarif dedim sizə. Yığıram, bax, sıxım. Biz, qulaq asın. Bu ay bizə təqva haləti bəxş edir. Təqva nədir? Ruh yüksəkliyi, güc, qüdrətli olmaq, izzətli olmaq, bəsirətli olmaq, ilahi buyruqları icra eləmək, haqqa xidmət eləmək, cəmiyyətə faydalı olmaq. Təqva insanda bu haləti tarazlayır. Bir ruhiyyədir. Keçici şey deyil, ruhiyyədir. Bu təqvanın yaranması üçün 2 dənə çeşmədən bəhrələnməlisən. Biri səy çalışmaqdır, onun Ramazan orucu ilə həll edin. İkinci maarif, mərifət çeşməsidir. 6 dənə maarifə ehtiyacımız var. O 6 dənə maarifdən sirab ola bilsək, bu 6 maariflə məşğul ola bilsək, Qədr gecəsinə qədər tamam başqa qədr yaşayacaq. Tamam başqa qədr yaşayacaq. Bu sözlərimə inanın mənim, yoxlayın. Yoxlayın inşallah. Tam fərqli bir Ramazan ayına daxil olun. Gedin bu mövzuları araşdırın. 6 dənə mövzu nədir? Allahı tanı, onu sev. Özünü tanı, ucuz satma. Dünyanı tanı, bağlanma. Günahı tanı, özü bədbəxt eləmə. Şeytanı tanı, aldanma. Nəfsi tanı, ona uyma.